Deməli, bizim bugünkü dərsimiz ərəblərin Azərbaycanı işğal etməsidir. Birinci baxaq ki, ərəblər hardan gəliblər? Ərəblər Ərəbistan yarımadasından gəliblər. Ərəbistan yarımadasından sonra biz İraqı görürük. İraqdan sonra İranı görürük. Sonra da Azərbaycanı görürük. Deməli, xəritəmiz belə gedir. Azərbaycan, Azərbaycanın aşağıda İran, yəni Sasani dövləti. Sasanidən qərbə doğru İraq, İraqdan da qərbə doğru Ərəbistan. Deməli, mən 3 dənə dövləti bir-birinə qonşu görürəm. Ərəb dövləti, İraq dövləti, İran, yəni Sasani dövləti və Azərbaycan. Məsələ orasındadır ki, Azərbaycandan da qərb istiqamətdə, yəni Ərəbistanın başının üstündə Bizans yerləşir. Yəni Bizans bir tərəfə Azərbaycana çıxışı var, bir tərəfi də Ərəbə çıxışı var. Və Azərbaycanda başının üstündə Xəzər xaqanlığı yerləşir. Bax, Xəzərləri də yazıram burada. Deməli, mən xəritəmi belə təsəvvürləyirəm. Ərəbistan yarımadası, başının üstündə Bizans, şərqə doğru İraq, Sasani, yəni İran, Azərbaycan, Xəzər. Bu mənim bugün danışacağım dərsin xəritəsidir. Ərəblər Sasaniyə girmək üçün birinci İraqı tutmalıdılar. 633-cü ildə İraq və Şamı tutdular. Sonra girdilər Sasaninin ərazisinə. Sasani ilə 4 dənə döyüş olacaq. 636-cı ildə Kadisiya döyüşü, 637-ci ildə paytaxt Ktesifonda, Sasaninin paytaxtında Ktesifon döyüşü, 642-ci ildə isə Nəhavənd və Həmədan döyüşləri. Hər 4 döyüşün 4-ündə də qalib təbii ki, ərəb olacaq. Hətta 651-ci ildə Sasanini süqut etdirəcək. 3-cü Yezdəgird məğlub olacaq. Sasani dövləti süqut eləyəcək. Deməli, mən baxdım ki, ərəb 633-də girib İraqla Şamı ələ keçirtdi. 636 Kadisiya, 637 Ktesifon, 642 Nəhavənd Həmədan döyüşlərində ərəblə Sasani dalaşdı. Ərəb qalib gəldi, Sasani məğlub oldu və hətta 651-ci ildə Sasanilər ərəblər tərəfindən süqut olundu. Sasaninin ərazisini tutandan sonra təbii ki, ərəblər Azərbaycan istiqamətində hərəkət eləyəcəklər. 639-cu ildə Qəzvin tutulub. Qəzvin tutulandan sonra Azərbaycanı biz 2 hissəyə bölmüş oluruq da, şimalı və cənuba. Qəzvinin tutulması ilə Azərbaycanın cənubuna yol açılıb və ərəblər giriblər Azərbaycana. Azərbaycanda ərəbləri ilk qarşılayan Ərdəbilin mərzbanı İsfəndiyar ibn Fərruxzad olub. İsfəndiyar ibn Fərruxzad olub və bu ərəbləri elə də yaxşı qarşılamayıb. Söhbət gedir 642, 643-cü illərdə Vacruz, bir də Cərmidan döyüşlərindən. Bir də qeyd edirəm, Sasanini məğlub eləyəndən sonra, Kadisiya Ktesifon döyüşlərindən sonra ərəblər gəlib 639-da Qəzvini tutub. Qəzvinin tutulması ilə Azərbaycana yol açılıb, Azərbaycan cənubuna giriblər. Azərbaycanın cənubunda onları qarşılayan ilk ərazi Ərdəbil hakimi İsfəndiyar ibn Fərruxzad olub. 642 və 43-cü illərdə ərəblərlə Ərdəbillilər arasında Vacruz Cərmidan döyüşləri olub və ərəblər qalib gəlib. Bir müddətdən sonra yuxarı çıxan ərəblər 644-cü ildə də Muğanı tabe eləyiblər özünə. Muğanla yanaşı hücum eləyərək Tiflisi də özlərinə 644-cü ildə tabe eləyiblər. Məsələ orasındadır ki, Tiflisi müqavimətsiz tutublar, amma Muğan düz 3 il ərəblərə müqavimət göstərmişdi. İndi siz görərsiniz ki, biz burada 636-37 Kadisiya Ktesifon, 642-də burada Nəhavənd Həmədan döyüşləri, eləcə də Ərdəbillə 642-də Vacruz Cərmidan döyüşləri. Deyərsiniz, nətər olur? Bunlar gah burada dalaşır, gah burada, gah Muğanda 644-də, gah Tiflisdə. Ərəblər dağlıq, demək ki, pərakəndə mübarizə aparırdılar. Bir qismi tutaq ki, Ərdəbildə mübarizə aparırdı, bir qismi Tiflisdə, bir qismi Sasanidə, bir qismi yuxarıdan Bizansla mübarizə aparırdı. Yəni, ərəblər bir istiqamətdə hərəkət eləmirdi. Tutaq ki, ərəb dövləti idi, eyni anda demək olar ki, hər kəslə mübarizə aparmış olurdular. Bax, bu formada. 644-cü ildə
3 il Muğanla mübarizə aparandan sonra Muğanı müqavimətlə tutdu. Amma sonra Muğandan Tiflisə məktubu yazılmışdı ki, ərəblər elə də qorxulu bir tayfa deyillər. Ərəbləri itaətinə keçmək, İslamı qəbul eləmək, yəni nabrod bir xoş bir şeydir. Ona görə də Tiflis ərəblərin gəlişini çox xoş qarşıladı. Sonra da çıxdılar üzü yuxarı. Yuxarıda da Şirvan ərazisi var. Şirvan hakimi olan Şəhriyar, Şirvan və Dərbənd hakimi idi. Çünki Dərbənd də Şirvandan asılı idi axı. Şirvan və Dərbənd hakimi olan Şəhriyar ərəblərin gəlişini çox yaxşı qarşıladı. Hətta ərəblər onlardan vergi almır. Əvəzində həmin verginin pulu ilə Şirvan, yəni Şəhriyar şimaldan gələn hücumdan qorumaq üçün, Xəzərlərin hücumundan qorumaq üçün sərhəd boyu, şimal sərhəddi boyu qoşun yerləşdirdi. Elə bil ki, Şirvan ərəblərdən asılı olubsa, ərəbə pul verməlidir. Amma vermir o pulu. Həmin pulla şimalda qoşun saxlayırdı. Kimdən? Xəzərlərin hücumundan qorumaq üçün. Ərəb özü 630-da yaranıb. Məhəmməd Peyğəmbər tərəfindən. 633-cü ildə İraqla Şamı, bax, gəlin burada deyim. 630-da Ərəbistanda dövlət yarandı. Girdilər 633-cü ildə İraq və Şamı tutdular. Girdilər 636-37 Kadisek Tesfon döyüşlərində, 642 Nihavend Həmədan döyüşlərində Sasani məğlub edib, 651-də Sasani süqut etdiriblər. Sonra burada Qəzvini tutaraq giriblər Azərbaycana, yol açılıb onlar üçün. Gəliblər Azərbaycana. Azərbaycanda Ərdəbil hakimi İsfəndiyar İbn Fərruxzadla 642 və 43-cü illərdə dalaşıblar. Sonra çıxıblar Muğanı tutmağa. Onlar Muğana çıxanda 644-cü ildə Ərdəbil bu 42-43 döyüşündən sonra İsfəndiyar İbn Fərruxzad əsir götürülmüşdü və vergilər qismən yüngül idi. İslamı qəbul edən Ərdəbil əhalisi can vergisindən azad idi. Can vergisi də ərəblərdə cizyə hesab olunurdu. Sasanilərdə buna gezit deyirik, amma ərəblərdə buna cizyə deyirik. Can vergisindən azad idilər. Və İsfəndiyar İbn Fərruxzad ərəblər əsir götürülmüşdü. Amma 644 və 645-ci illərdə isə Ərdəbil əhalisi ərəblər yuxarı çıxan kimi, yəni Muğanda başları qarşında ərəblərin Ərdəbil əhalisi üsyan qaldırıb. Bu zaman xəlifə, yəni ərəb hökmdarı olan Osman gəlib Ərdəbildəki üsyanı yatırdı. Deməli, Ərdəbildən 2 dənə hadisə eşitdirik biz. 642-43 Vacruz və Cərmidan döyüşlərində məğlub olublar. 644-45-də isə Ərdəbildə üsyan yatırıblar. Osman gəlib həmin üsyanı yatırdı. Xülasə, Muğanda da 3 il müqavimətdən sonra tutdular. Tiflisi müqavimətsiz tutdular. Muğanla yeni ildə gedib Dərbənd və Şirvanı da müqavimətsiz tabe elədilər. Əvəzində əhalidən vergi almırdılar. Əhali vergi ilə şimaldan gələn hücumun qarşısını qorumaq üçün sərhəddə qoşun saxlayırdılar. Mən baxıram ki, ərəblər Azərbaycan əsasən Xəzəryanı bölgələrini ələ keçirdilər. Bax, yəni bu əraziləri ələ keçirmiş oldular. Balaca görünsə də Azərbaycan bu əraziləri ələ keçirmiş oldular. Bəs digər ərazidə vəziyyət necə idi? Biz Albaniyaya keçəndə yadınızdadsa, Albaniyada Aranilər, Arşakilər, Parfiyan nəslindən idi Arşakilər. Bir də Mehranilər sülaləsinin adını eşitdik, Mehranilər. Eşitdik ki, Aranilərdən Oroysun qardaşı Kozis, bir də Zober. 3 dənə elə bir şəhzadə eşitdik. Bunlardan Kozis hökmdar değildi. Bunlar əsasən Roma ilə dalaşıblar. Sonra Arşakilərdən də eşitdik ki, Cəsur Vaçaqan, Vaçe, Urnayr, Asuagen, 2-ci Vaçe, bir də 3-cü Mömin Vaçaqan. Bunlar da əsasən Sasani ilə dalaşıb barışırdılar. Mehranlərin isə əsas hədəfi ərəblər olacaq. Mehranlər kimlərdir? Demək, 463-dən 487-ci ilə qədər qısa müddətli mərzbanlıq dövrüdür, 2-ci Vaçedən sonra. Bəs bu qısa müddətli mərzbanlığa kim son qoydu? Mömin Vaçaqan, 3-cü Mömin Vaçaqan hakimiyyətə gəldi. Albaniyada qısa müddətli mərzbanlıq qutardı. Başladı yerli hakimiyyətin idarə etməsi düz 510-a qədər. 510-cu ildə Vaçaqan öldü. Başladı uzun müddətli mərzbanlıq 510-dan 629-a qədər. Deməli, Sasanilər Azərbaycanı 2 dəfə idarə ediblər. 2-ci Vaçedən sonra qısa müddətlidir, 3-cü Vaçaqandan sonra isə uzun müddətlidir. Bəs burada 629-cu ildə Sasanilər uzun müddətli mərzbanlığı nə baş verdi ki, başa çatdı?
Xəzərlər yuxarıdan gəldilər 629-cu ildə. Sasaniləri Albaniyadan qovdular. Amma məsələ orasındadır ki, onlar özləri sonra Albaniyada oturub qala bilmədilər. Niyə? Çünki daxillərində çəkişmə var idi, çıxıb getdilər. Və Xəzərlərin içindən Sabir türkləri getmədi, qaldı Azərbaycanda. Və Sabir türklərindən olan Mehran adında bir şəxs Mehranilər sülaləsinin Albaniyada əsasını qoydu. Neçənci ildən? 630-cu ildən 705-ci ilə qədər ərəblə Mehranilər eyni vaxtda yaranıb. Ərəb də 630-da yaranıb, Mehranilər də 630-da yaranıb. 630-dan 705-ə qədər Albaniyanı Xəzərin nəslindən olan Sabir türklərindən Mehranilər idarə eləyəcək. Biz eşitirik ki, Mehran sülalənin banisidir. Sonra Varaz Qriqor eşitirik. Varaz Qriqor. Sonra Cavanşir eşitirik. Cavanşir. Sonra da Varaz Tridat eşitirik. Varaz Tridat. Cavanşirin də hakimiyyət illərini yazaq 642-681. Çünki ən güclüsü bunlardan Cavanşirdir. Varaz Qriqor Cavanşirin atası idi. Albaniyanı idarə eləyəndə o, ərəblər Sasaninin üstünə hücuma gələndə Varaz Qriqor oğlu Cavanşiri göndərmişdi ki, getginən Sasaniyə kömək elə. Çünki biz Sasanidən asılıyıq. Və Kadisiya döyüşündə və Ktesifon döyüşündə hər ikisindən Sasani məğlub olsa da, yəni Cavanşir olan tərəf məğlub olsa da, amma Sasani hökmdarı 3-cü Yezdegerd Kadisiya döyüşündən sonra Cavanşiri xüsusi hədiyyələrlə təltif eləmişdi. Məharətinə görə, döyüşkənliyinə görə. 637-ci il Ktesifon döyüşündən sonra isə Cavanşir başa düşdü ki, ərəblərlə mübarizə aparmaq mənasızdır. Ona görə çıxdı getdi öz ölkəsinə. Ölkəsinə qayıdan Cavanşir nə gördü? Gördü ki, bir tərəfdən İran feodalları onun ölkəsini dağıdır. Bir tərəfdən ərəblər hücuma keçib, bir tərəfdən Bizans təhlükəsi var, bir tərəfdən də Xəzər təhlükəsi var. Deməli, Albaniya meydanda təkdir. Cavanşir gedib Sasani hökmdarına kömək eləməyə, Sasani feodalları gəlib Cavanşirin ölkəsini dağıdırlar. Ölkəyə qayıdan Cavanşirin ilk işi İran feodallarını qovmaq oldu. Sonra 654-cü ildən 660-cı ilə qədər 2 dəfə Bizansın görüşünə getdi ki, bəlkə biz kimiz Bizansa ərəbə qarşı birləşək. Bizans birinci qəbul eləsə də, ikincidə bu təklifi rədd elədi. Dedi ki, mən ərəblə yəni döyüşə girməkdən qorxuram, amma dedi Cavanşir səni Alban hökmdarı kimi tanıyıram. Hətta Bizans imperatoru öz xaçının yarısını kəsib Cavanşirə verdi. Üstə gəldə öz taxtac xalatlarından birini də Cavanşirə verdi və dedi ki, mən və mənim 7 sülaləm heç vaxt sənin üçün təhlükə yaratmayacaq. Əslində Bizansın məqsədi nə idi? Albaniyanın, ərəbin ikisini dalaşdırıb fürsətdən özü istifadə eləmək. Məhz elə Cavanşiri də Bizanspərəst qüvvələr öldürəcək. Keçdi Xəzərlərə. Xəzərlərin 2 dənə döyüşü olub. Kür və Araz çayı sahilində. 662-ci ildə Kür döyüşü olub. 664-cü ildə Araz döyüşü olub. 665-ci ildə isə aralarında sülh imzalanıb. Kür döyüşündə qalib Cavanşirdir. Araz döyüşündə Cavanşir məğlubdur, Xəzərlər qalibdir. 665-də sülh imzalanıb. Xəzərlər Araz döyüşündə nə aparmışdılarsa hamısını geri qaytarırlar. Cavanşir də Xəzər xaqanının qızı ilə evlənib, nigah diplomatiyası ilə Xəzərlərlə yaxınlaşır və vaxtı-vaxtında Xəzərlərdən asılı olaraq Xəzərlərə xərac ödəyəcək. Sonra gəlirik ərəbə. 667-ci ildə və 670-ci ildə Cavanşir 2 dəfə ərəb xəlifəsi Müaviyyənin yanına getdi. Müaviyyə Cavanşiri çox gözəl qarşıladı. Qeyd edim ki, ərəbdə 3 dənə sülalə olub. Xəlifələr, Məhəmməd Peyğəmbərdən sonra Əməvilər, bir də Abbasilər. Xəlifələrin dövründə vergi məhsula görə idi, bu yaxşı bir şey idi. Əməvilərin dövründə 725-ci ildə əhali siyahıya alınıb üzərinə vergilər qoyulub ağırlaşıb. Abbasilərin dövründə isə vergi torpağa görə idi. Yəni məhsul oldu, olmadı, vergini ödəməlisən. Hətta vergi verə bilməyən övladı qula çevrilirdi. Yəni ən ağır vergi bunların dövründə idi. Ən yaxşı vergi isə xəlifələrin. Xəlifələrin dövründə vergi məhsula görə, Əməvilərin dövründə əhali siyahıya alındı, əhalinin üzərinə qoyulan vergilər artırıldı. Abbasilərin dövründə isə vergi torpağa görə alınırdı. Hətta vergi verə bilməyən övladı qula çevrilirdi və Əməvilərin dövründə böyük bir ayrı seçkilik var idi. Onlar hətta müsəlmanlığı qəbul eləmiş əhalinin ərəb əhalisi arasında böyük bir fərq görürdü. Məsələn, gəldilər Azərbaycana, İslam dinini qəbul etdilər. İndi ərəb də İslamdır, Azərbaycan da İslamdır. Amma Əməvilər milliyyət baxımından ərəblə Azərbaycan arasında fərq görürdü. Söhbət Əməvilərin dövründən gedir. İndi bu xəlifə Müaviyyə Əməvilərin ilk hökmdarı idi. Cavanşir getdi
667 və 670-ci ildə xəlifə Müaviyyənin yanına. Müaviyyə onu çox yaxşı qarşıladı. Niyə? Həm Cavanşirin şəxsi nüfuzuna görə, həm də Albaniyanın əlverişli coğrafi mövqeyinə görə. Cavanşiri Alban hökmdarı kimi tanıdı və vergiləri 3də 2-dən 3də 1-ə qədər endirdi. Çünki tutduğu Xəzəryanı bölgələr ki var idi, ərəblərin əhalidən vergini 3də 2 qədər alırdı. Əhali vergini yığırdı, 3 yerə bölürdü, ikisini ərəbə verirdi, birini özündə saxlayırdı. Amma Cavanşir vergiləri 3də 1 qədər azaltdı. İkisi əhalidə qaldı, biri isə ərəblərdə qalmış oldu. Lakin Bizans belə gözləmirdi. 681-ci ildə Bizans, qeyd edim ki, Cavanşirin dövründə Albaniya əməlli başlı inkişaf edib, hətta paytaxt Bərdə şəhəri, biz bilirik ki, Albaniyanın 2 paytaxtı var. Qədim Albaniya deyəndə eradan əvvəl Qəbələ və 444-cü ildə 2-ci Vaçen dövründən isə Bərdə, yəni 5-ci əsrdən isə Bərdə paytaxtı idi. Və Albaniyanın dövründə Bərdə daha da inkişaf elətdirilmiş, Albaniyanın inkişaf mərhələsini görmüş oluruq. Amma Bizans belə gözləmir. Daha Bizans neyinədir? Sui-qəsd hazırlataraq Albaniyanın hökmdarı Cavanşiri aradan götürdü. Cavanşirdən sonra hakimiyyətə gəldi onun əmsi oğlu Varas Tridat. Varas Tridat hakimiyyətə gələndə ərəblər qoşununu topladı, Azərbaycan çevrildi döyüş meydanına. Bizansın, Xəzərin və ərəbin. Təbii ki, nəticədə ərəb qalib gəldi. 705-ci ildə Albaniya süqut elədi və bütün Azərbaycanı başladı ərəb canişinləri idarə eləməyə. Hətta ərəblər öz ərazisindən, yəni Ərəbistandan yığdı əhalini, götürdü, gətirdi, tökdü Azərbaycan özdə hara ən çox Xəzəryanı bölgələrə. Niyə? Çünki Xəzərin dənizində ticarət üçün əlverişli yer var idi. Sonra ərəblə Xəzərlərin müharibəsinə baxaq. Ərəb Azərbaycandan keçərək Xəzərlərlə düz 200 ilə yaxın müharibə aparıb. Bu 200 illik müharibə həm xəlifələrin dövründə, həm Əməvilərin, həm Abbasilərin. Qeyd edim ki, bu 3 sülalənin üçü də, xəlifələr də, Əməvilər də, Abbasilər də işğallar aparıb. Üçünün də dövründə üsyanlar var. Üçü də Xəzərlərlə dalaşıb. Yəni bizə oxşar cəhət versə, üsyanlardır, Xəzərlərlə dalaşmaqdır və işğallar da üçünün də dövründə xarakterizə olunur. Bu 200 illik müharibədən mənə lazımdır 643 1-ci Bələncər döyüşü Xəzərin paytaxtında olub, 653 2-ci Bələncər döyüşü, 722-ci ildə Bələncərin uğursuz tutulması ərəblər tərəfindən, 731 Hilat döyüşü, yox, Savalan döyüşü, 737-də Hilat döyüşü. Bunların uşaqlar, bax, hamısı burada yazmışam, bir dənə baxaq. Bax, Xəzər-ərəb müharibəsi 200 ildən artıq davam eləyib və burada 7-8-ci əsrlərə əhatə eləyir. 7-ci əsrin ortalarından başlayıb 8-in sonuna qədər davam eləyib də, yəni 200 ilə yaxın, 100 ildən çox. Hətta 8-in əvvəllərində daha da güclənib. 1-ci Bələncər döyüşü Xəzərlər qalib. 2-ci Bələncər döyüşü Xəzərlər qalib. 722-ci ildə ərəblər Bələncəri uğursuz tutublar. 731-də Ərdəbildə Savalan döyüş olub. Xəzərlər qalib gəlib, hətta parlaq qələbə çalıblar. Parlaq sözündən qələbə çalıblar. 737-ci ildə Mosul və Diyarbəkirdə Xəzərlər tutsa da, nəticədə Hilat döyüşü oldu. Həmin döyüşdə ərəblər Xəzərləri tutduqları ərazilərdən qovdu və onları İslamı qəbul etdirdi. Yəni bütün bu döyüşlərin hamısında Xəzərlər qalibdir. Bir dənə 737-də ərəblər qalibdir. Gedişatda Xəzər, nəticədə ərəb qalib gəlmişdi. Sonra biz burada nəyi bilmiş olacağıq? İdarə etməni. Ərəblər Albaniyanı süqut etdirəndən sonra başladılar Albaniyada, yəni Azərbaycan ərazisində öz siyasətlərini yürütməyə. Özləri kimi Azərbaycan ərazisini əmirliklərə böldülər. Əmirliklərin, yəni vilayətləri də, tutaq ki, biz buna Əhəmənində satraplıq deyirik, Sasanidə mərzbanlıq deyirik, Mannada vilayətlər deyirik, ərəblərin də dövründə əmirlik deyirik. Bölünürdü əmirliklərə. Hər bir əmirlikdə 12 mahal, 12 məntəqə, 12 kəndə bölünürdü. Əmri xəlifə seçirdi. Bax, əmri xəlifə seçirdi, amma mahal məntəqə kəndin rəhbərini isə əmirlər seçirdi. Sonra əmrin işi gücü nə idi? Canişinlikdə bütün hakimiyyəti onun əlində idi, bütün qoşun onun əlində idi. Amil var idi, vergi yığana deyirdilər. Vali var idi, vilayətləri idarə edirdi. Qazı var idi, məhkəmə işlərinə baxırdı. Sonra bütün Qafqaz, Azərbaycanın cənubu istisna olmaqla bir dənə əmirlik hesab olunurdu. Və ərazi şimalda Dərbəndə çatırdı, cənubda isə Həmədan və Qızılüzənə. Deməli, şimalda Dərbəndə çatırdı, cənubda da
Qızıluzan çayına qədərki ərazini əhatə eləyirdi. Vergilərdən Sasanilərlə çox oxşuyurdu. Sadəcə Sasani vergini ayrı-ayrı, yəni tək-tək adamlardan alırdı. Bunlar isə bütün icmadan alırdı. Məsələn, tutaq ki, mən vergini gəlirəm, baxıram ki, Sasaninin dövründə evdə 5 dənə adam var. Hərəsindən ayrı-ayrılıqda alıram, amma ərəbi isə bütün ailədən bir dənə alırdı, bəsdir. Yəni baxıram ki, Sasani ilə oxşuyur, amma ilk əvvəllər ərəblər Sasanilərlə müqayisədə qismən yaxşı idi. Çünki Sasani tək-tək ailənin hər üzvündən alırdı. Ərəb isə bütün icmadan alırdı. Cizyə can vergisi idi, müsəlman olmayanlardan alınırdı. Müsəlmanlar bu vergini ödəmirdi. Xərac məhsul vergisi idi. Məsələn, Sasanidə buna xaraq deyirik. Xaraq deyirik. Məsələn, cizyə, Sasanidə buna gezit deyirik. Xüms daşına bilən əmlakdan alınırdı, həm də hərbi xarakter daşıyırdı. Zəkat və sədəqə isə kasıblar üçün idi. Fitrə də müqəddəs Ramazan bayramında, Qurban bayramında ki, varlardan alınıb kasıblara verilirdi. Müsəlman və qeyri-müsəlmanlardan 5% rüsum alınırdı, amma xaricilərdən 10%. Tutaq ki, məhsul satılırdısa, müsəlman və qeyri-müsəlmanlar 5% ödürdü. Ölkədə yaşayan müsəlman və qeyri-müsəlmanlar. Kənardan gələnlər isə satdığı məhsulun 10%-ni ödəmiş olurdular. Torpaq, divan, mülk, xəlifə, iqta, vəqif, bunların hamısı demək 7-ci əsrdən 19-cu əsrə qədər, hətta belə deyək də 19-cu əsrə qədər mövcud olublar. Hamısı mövcud olub. Sadəcə bir dənə dəyişən burada iqta olub. İqta Ağqoyunlu, Qaraqoyunlu'nun dövründə olacaq soyurqa, Səfəvinin dövründə olacaq tiyul. Elə bir ki, iqta bir dənə dəyişib. İqtanın adı soyurqalı olub, sonra da tiyul olub. Soyurqal olub Ağqoyunlu'la Qaraqoyunlu'nun dövründə, tiyulu isə olub Səfəvinin dövründə. Qalan heç nə dəyişməyib. Yəni bütün bu torpaq formaları hamısı ərəb yaranandan 7-ci əsrdən ta 19-cu əsrə qədər Rus Azərbaycanı işğal edib Azərbaycanda hakimiyyətdə olduğu bir dövrə qədər var. Bir dənə dəyişən iqtadır. İqta da hərbə görə verilirdi. Ağqoyunlu, Qaraqoyunlu'da soyurqal olub, Səfəvinin dövründə isə tiyul olub. Divan dığla dövlətə aiddir. Mülk feodalın irsi torpağı idi. Xəlifə hökmdarın idi. Buna hətta xas da deyirik. Xas. Sonra vəqif qəbirstanlıq üçün ayrılan dini torpağı idi, icarəyə verilirdi. Yəni istifadə üçün icarəyə verilir. Amma satıla bilməz, bağışlana bilməz, satıla bilməz. Sonra icmada cəmaatın torpaqları idi. Tutaq ki, meşədən gedir söhbət, otlaqdan gedir söhbət, tutaq ki, bulaqdan gedir söhbət. Cəmaat elliklə istifadə edirdi, amma dövlətin nəzarətində idi. Atropatenə və Albaniyadan başlayan xalqın formalaşması ərəbin dövründə başa çatır İslamı qəbul eləməklə. Xalq, bəzi mənbələrdə deyirlər ki, Səlcuqlarla başa çatıb. Xalqın nəyi olmalıdır? Eyni dili. Tutaq ki, Rus, erməni, Azərbaycanlı, üçü də Qafqazdır da, eləmi? Bunlar üçü də əgər Azərbaycanda yaşasa, erməni də, gürcü də, Azərbaycanlı da və Azərbaycan vətəndaşlığını qəbul eləsə, olarlar Azərbaycan xalqı. Milliyyətləri fərqlidir, amma olarlar Azərbaycan xalqı. Onlar eyni dildə danışmalıdır, eyni ərazidə məskunlaşmalıdır, eyni mədəniyyətə malik olmalıdır, eyni bazarda iqtisadi əlaqələr qurmalıdır. Köçürmə siyasəti. Köçürmə siyasətində məqsəd özünü möhkəmləndirmək, etnik özünə dayaq yaratmaq, şimaldan, Xəzərlərdən özünü qorumaq, Xəzərlərin hücumunun qarşısını almaq idi. Köçürmə siyasəti 8-ci əsrdən, yəni 705-dən gedir də söhbət, Albaniya süqut eləyəndən sonra 8-ci əsrdən başlamış, 9-cu əsrin ikinci yarısına kimi davam etmişdi. Deməli, 705 Albaniya süqut eləyəndən sonra köçürmə başlayıb 9-cu əsrin ikinci yarısına qədər bu proses davam eləmişdi. Xəzərlər hardan köçürürdü? Suriyə, Küfə, Bəsrədən və 2 dığlar Dərbənd, Dəbilə, 2 bığlar Bərdə, Beyləqana, 2 tığlar Tiflis, Təbrizə, bir də Ərdəbilə öz əhalisini köçürürdülər. Buradan bura köçürürdülər. Rabat, köçürtdükləri əhalini müdafiə eləmək üçün hərbi dəstələr yaradırdılar. Ərəb hərbiçisi idi. Başçıları əhalinin hesabına saxlanılırdı. Gəlirdilər öz əhalisini Azərbaycanda qoruyurdular. Bir dənə qeyd etdim sizə. Deməli, burada Azərbaycanın şimalında və cənubunda mərkəzlər var idi. Burada yəqin ki, onu yazmamışıq.
qoy münasib bir yerdə sizin üçün yazım. Demək, ərəblər Azərbaycanı işğal eləyəndən sonra Azərbaycanı tutaq ki, ərəblər işğal elədi. Cənubda da iki mərkəz, bu da Urmiya gölümüz olsun bizim, bu da Kür və Araz çaylarımız olsun, bu da Xəzər dənizi. Ən çox əhalini Xəzərin sahillərinə köçürürdülər ki, ticarət olunsun deyənə. Cənubda birinci mərkəzləri Ərdəbil olub. Bu Xəzər-Ərəb müharibəsində bu Ərdəbil o qədər ayaqaltı olub ki, sonra mərkəzi köçürüblər Ərdəbildən Marağaya. Marağa. Şimalda isə mərkəzi Göyçə gölü. Göyçə gölünün aşağısında Dəbil var. Birinci mərkəzləri Dəbil olub 7-ci əsrdə. Dəbil olub. Amma sonra 8-ci əsrdə köçürüblər Bərdəyə. Albaniya süqut eləyəndən sonra 705-də köçürüblər Bərdəyə. Deməli, cənubda mərkəzləri birinci Ərdəbil olub, sonra Xəzər-Ərəb müharibəsində Ərdəbil dağıdıldığı üçün mərkəz köçüb Ərdəbildən Marağaya. Şimalda isə mərkəzləri birinci Dəbil olub. 8-ci əsrdə isə Dəbildən köçürüblər Bərdəyə, çünki Albaniya süqut eləyib, öz iqamətgahlarını 8-ci əsrdə köçürüblər Bərdəyə.